videomda mən əslində bir neçə dəfə bu mövzuda danışmışam, amma düşünürəm ki, bir daha danışmaq daha aktualdır. Aspirinin 40 yaşdan yuxarı hər kəsə içilməli olduğu. Bunu siz özünüz də elə düşünürsünüz, sosial şəbəkələrdə də bəzən qeyri-həkimlər tərəfindən deyilir, bəzən hətta həkimlər tərəfindən də deyilir. Qonşularınız deyir, qohumlarınız deyir və hər kəsə tövsiyə edirlər ki, 40 yaşından sonra aspirin içmək lazımdır. Tamamilə yanlışdır, xeyr. Bir neçə tədqiqat aparılıbdı. Bu tədqiqatlardan ən böyüyü məsələn Aspiri tədqiqatıdır. Bu tədqiqatda Avstraliyada da, ABŞ-da da sağlam ürək-damar sistemi xəstəlikləri olmayan, yəni sağlam fərdlərdə aspirin içilməsinin əslində nə dərəcədə təhlükəli və gərəksiz olduğu ortaya çıxıbdır. Niyə? Çünki müəyyən olunubdur ki, bunlar bu aspirini boşuna içdikdə mədə-bağırsaq sistemi qanaxmaları, digər orqanlarda müəyyən fəsadlara gətirib çıxarda bilir. Ona görə də aspirini əslində kimlər içməlidir? Aspirini ürək-damar sistemi xəstəliyi keçirmişlər, insult artıq olanlar, ailəsində ciddi şəkildə risk faktoru olanlar və yanaşı xəstəliyi olanlar. Yəni bunların hamısı özdə bir neçə bal şəklində hesablanır. Məsələn, həm yanaşı xəstəlikləri var, həm ailəsində irsiyyət var, həm ümumiyyətlə aspirin içməli olduğu vəziyyətlər var, başqa orqanlarla əlaqədar olan vəziyyətlər var. Əks hallarda, əgər bu dərmanı sizə həkim yazmayıbsa və həkimin yazması üçün də əslində əsaslı bir səbəb yoxdursa, siz bu dərmanı içməməlisiniz.